20-ci sualın izahına baxaq. 20-ci sualda deyir ki, Elxani hökmdarı Qazan xanın islahatlarının məqsədlərinə aid deyil. Bizdən aid olmayanı istəyir. A variantına baxaq. Oturaq feodalları və din xadimlərini öz tərəfinə çəkmək. Bu aid idi. Biz ona görə A variantını çıxırıq. B-də deyir ki, dövlət gəlirlərini xəzinəyə daimi axınını təmin etmək. Bəli, B variantı da aiddir. B-ni də çıxırıq. C-yə baxaq. Mərkəzi hakimiyyəti möhkəmləndirmək. Bəli, Qazan xanın məqsədlərindən biri də və əsası da mərkəzi hakimiyyəti möhkəmləndirməkdir. Ona görə biz C variantında çıxırıq. D-də deyir ki, ölkədə hökm sürən qanunsuzluqlara son qoymaq. Bəli, Qazan xanın məqsədlərinə aiddir və bunun üçün bir sıra tədbirlərə əl atıb qanunlar hazırlatdırmışdı. Ona görə biz D-ni də çıxırıq. E-yə baxaq. Yerli feodalların köçəri Monqol əyanlarından asılılığını gücləndirmək. Baxın, bizə nə deyir? Asılılığını gücləndirmək. Bu yanlışdır. Asılılığını gücləndirmək yox, asılılığını azaltmaq olmalıydı. Və Qazan xan asılılığı azaldırdı köçəri Monqol əyanlarından və yerli feodallara arxalanmışdı Qazan xan. Bunu da unutmuruq. Və bizə də aid olmayanı istədiyinə görə E variantı yanlış cavabımızdır və variantımız olur E variantı.